Dəhşətli faktdır. Yəqin ki, siz də bu son günlərdə paylaşılan statistika ilə tanış olmusunuz. Azərbaycanda boşanmaların sayı kəskin sürətlə artıb. Demək olar ki, evlilik sayının yarısı qədər də boşanma sayı var. Yəni bu dəhşətli faktdır. Yəni bəzən bunu qoyub ona keçirəm. Bizdə adətən gender bərabərliyi məsələsinə etiraz edənlərin ən məşhur sözlərindən biri budur. Gender bərabərliyi məsələsi sırf ailə dağıtmaq üçündür. Yəni bu təşkilatlar bu məsələyə ona görə qrant ayrılırlar, ona görə bunu təbliğ edirlər ki, məqsəd şərqdə ailələri dağıtmaqdır. Bir dəfə mənim yanımdadır, Cavit müəllimlə bir Amerikalı yazıçı vardı, ona müsahibə verirdik. Üzr istəyirəm, söhbət hansı Cavid müəllimlə? Cavid İmamoğlu, mən. Müsahibə verirdik. Bu məsələni qeyd elədi ki, Azərbaycanda təəssüf ki, bu fikir formalaşıb. Yəni feminizmdir, gender bərabərliyidir, bu kimi şeylər sırf ailələri dağıtmaq üçündür. Və o xanım dedi ki, eyni problem Amerikada da var. Yəni Amerikada insanlar bəziləri elə düşünürlər ki, gender bərabərliyi, feminizm bunlar sırf ailə dağıtmaq üçündür. Bəli, mən razıyam. Azərbaycanda xüsusən ən ciddi problemlərdən biri budur ki, bizdə layiqli təmsilçilik yoxdur. Yəni bu dəqiqə mən izləyicilərimizə sual verək ki, feminizm deyəndə ağlınıza kim gəlir? Konkret 2-3 nəfər var, onların adını çəkəcək. Bu təmsilçilik səbəb olur ki, insanlarda ön yarğı yaransın, insanlarda yanlış təəssürat yaransın. Məsələn, kommunizm deyəndə ağlınıza kim gəlir? Lenin gəlir, Stalin gəlir, Mao Zedong gəlir. Marx gəlir mənim ağlıma. Siz niyə üçün oxumusunuz onu? Amma insanların əksəriyyəti oxumuyor. Bax, problem budur. Bizim cəmiyyət, yəni biri var, məsələni kökündən araşdırırsan, nəzəriyyənin özünü araşdırırsan. Bir də var, sən məsələni təmsilçilər üzərindən tanıyırsan. Biz bunu kütlədən gözləyə bilməliyik. Bu bütün məsələlərdə belədir də. Bu həmin o süd qatıq məsələsinə bənzər də. Deyir, bir nəfər əgər götürür südə su qatır, satırsa, heç kəs demir ki, filan kəs südə su qatıb satır. Deyir ki, onlar hamısı belə eləyirlər. Mən demək istədiyim başqadır. Əlbəttə ki, cəmiyyət hamısı kitab oxumayacaq. Biz onu hamısından gözləyə bilmərik. Sadəcə mən demək istədiyim budur ki, adiyyəti qurumlar bununla yaxşı məşğul olmalıdır. Yəni sən əgər həqiqətən ölkədə gender problemi varsa, cinslər arası diskriminasiya varsa və bu bəzən çox pis nəticələr doğurur. Məsələn, biz hərdən təlimlərimizə vəkillər çağırırıq, dəvət edirik, sığınacaq rəhbərləri çağırırıq. Onların prizmasında məsələyə baxanda daha acınacaqlıdır. Yəni, o vəkil xanımın və ya biz sığınacaq rəhbərinin dediyi elə dəhşətli faktlar var ki, biz məsələn o şeyləri hələm-hələm eşidə bilmərik, mümkün deyil bunu eşidək. Çünki o şeylər bəzən bizə informasiya çatmır. Və ya bu yaxında biz bir onlayn təlimdə idik. Bir xanım yazdı, dəhşətli faktdır, bir ailədədir. Qız uşağı dünyaya gəldi və mənim qohumum deyir, onu öldürmək istəyirdi. Xanım gördü. Müasir zaman. Bəli, bu yaxınlarda oldu.